Dostlar, hər vaxtınız xeyirli uğurlu olsun. Mən Vüqar Nuri və dostum. Mən Ayaz Əsti. Biz bugün istəyirik kişi geyimi haqqında söhbət eləyək, danışaq, müzakirə eləyək və siz də bu söhbətə şahid olun istəyirik. Ayaz, Azərbaycanda kişilər necə geyinir, necə geyinməlidir, geyinmək istəyirmi? Ümumiyyətlə Azərbaycan kişisi özünə baxırmı və ya bu düşüncəsi varmı? Deyərdim ki, baxır. Yəni yaxşı geyinmək üçün çalışırlar. Amma necə eləmək olar ki, sadəcə daha yaxşı geyinsinlər deyə bu sual üzərində bəlkə düşünək məsələn. Necə eləmək olar? Çünki əvvəl məsələn, yəni əksər hallarda insanların beynində o sual belə formalaşır ki, kişilər özlərinə baxmır. Azərbaycan kişisi məsələn özünə baxmır, yaxşı geyinmir. Təbii ki, bunun bir çox səbəbləri var. İstisna qaydanı dəyişmiş təbii ki. Amma mən biraz elə bil baxışımı biraz dəyişməyə çalışdım ki, əksəriyyət öz imkanına görə, öz büdcəsinə görə yaxşı geyinməyə çalışır, cəhd eləyir. Sadəcə biraz məsələyə baxışı elə bil biraz dəyişmək. Mən düşünürəm burada iki versiya var. Birinci təbii ki, maddiyyat məsələsidir. İkincisi də psixoloji baxımdan özünü ona hazırlamalıdır. Təbii ki, cib yerində, imkan şərait yerində olsa, o da istəyir ki, yaxşı geyinsin. Düşünürəm digər bir məsələ, kişinin özünü birinci yerdə yox, ailəsini və doğmalarını önə atması da onun geyinməsinə, yaxşı geyinməməsinə və yaxud da təsir edir. Çünki deyir ki, mən elə problem deyil, birinci yoldaşım, uşaqlarım, ev-eşi, məişət qayğıları falan. Yəni həm bu cibinə təsir, həm düşüncəsinə təsir edir. Ona görə də birinci özünü düşünmür. Yaxşı geyinmək bir tərəf biraz lüks kimi görsənir, istər-istər. Elə düşünürlər, bəli. Ona görə bu ikinci, üçüncü dərəcəli hətta 5-6 ilə. Yəni atırlar arxaya, hə. Ayda ki toya getsəm, əsas məsələ yəni minimal geyim ehtiyacını ödəyim, daha tez qərar verim. Vaxtımı az aparsın, daha gec çirklənsin və yaxud çirklənərsə çox kənara bilinməsin, mənim vaxtımı almasın. Prosesin özü müəyyən bir çətinlikdir. Amma belə bir şey var, düşüncə var ki, təzə geyim almaq, yaxşı geyinmək, evdən çıxarkən sənin əhvalıma 1-5 təsir edir sözün yaxşı mənasında. Yəni daha belə özünə inamlı olursan, daha özünə etibarlı olursan, işdə həmin o əhval-ruhiyyə sənə istənilən bütün gün ərzində sənin üzərində olduğu üçün daha inamlı olursan getdiyin yerlərdə, iş görüşməsində, söhbətlərdə, dost ortamında daha belə şux olursan da, belə deyək, kişiyə lazım olan əhvalda olursan. Doğru deyirsən. Yəni kişinin yükü var. Bunu heç kim danmır. Hər kişinin yükü var, məsuliyyətləri var və ailəsini, övladlarını düşünməsi də elə onun məsuliyyətli olmasından irəli gəlir. Amma kişi eyni zamanda özünü də kənara atmamalıdır. Yəni son dərəcəyə, son yerə qoymamalıdır. Niyə? Çünki belə deyim də, elə bir şeylər etməlidir ki, həyatında onun ömrü uzansın. Yəni bu gözəlliyin, yəni onun ailəsinə baxması bir gözəllikdir. Bu gözəlliyin ömrünü uzatmaq üçün o özünə müəyyən toxunuşlar eləməlidir. 5 mən qatılıram bu söhbətə. Bu ona görə yox ki, mən biraz geyim sektorundayam. Ümumiyyətlə özümüz də yaxşı geyinəndə, dostlarımıza da məsləhət edəndə ki, yaxşı geyinmək lazımdır, yaxşı baxmaq lazımdır və bu çox pozitiv verir də insana. Ürəyin gözüyə baxırsan, ürəyin istəyən kimi geyinmirsən, bunun sənin təsirinin izahı yoxdur. Bu pulla da almaq olmur, yəni o düşüncəni, o stimulu. İnsan gözəlliyi xoşlayır. Əlbəttə. İstər-istəməz evləndiyi zaman da öncə gözəl olan qızı daha tez gözü görür. Gözəl mənzərəyə baxmağı, gözəl maşınlar, gözəl paltarlar. Bəzən olur ki, gəlir müştəri yaxınlaşır, deyir ki, qardaşım, mənə bir dənə şalvar və ya köynək lazımdır, kofta lazımdır. Amma çox baha bir şey istəmirəm, çünki gündəlik geyinəcəm, işə falan geyinəcəm düşüncəsinə yaxınlaşır. Bacara bildiyim qədər o səmimiyyətdə onu da görürəmsə, fikir bölüşürəm ki, qardaş, bu əslində işə daha yaxşı geyinmək lazımdır. Çünki o özəl günü daha ciddiyə alır, amma işi çox ciddiyə almır deyə çox pul xərcləmək istəmir. Daha doğrusu lazım olan pul xərcləmək istəmir gündəlik geyiminə. Mən düşünürəm ki, biz daha çox gündəlik geyimə pul xərcləməliyik, daha yaxşı görünmək üçün də.
Çünki istər-istəməz gündəlik ictimai nəqliyyatda və ya taksidə və ya öz maşınımızda, ofisdə, iş yerlərində Əsas yaşadığımız gündəlik gündür. əsas gündəlik gündür. Casual dediyimiz də o gündəlik olan. O birisi 1-2 saatlıq O birisi 1-2 saatlıqdır. O ki, orada zaten bəllidir. Bir kostyumun var, ilisim və yaxud da smokinin var və yaxud bir dəst kombin hazırlamısan. Buna okey. Amma gündəlik geyinmək daha belə yaxşı geyinmək üçün geyinmək lazımdır ki, ətrafda o həm özünü pozitiv ötürə biləsən. Həm də sənə olan baxışı sözün yaxşı mənasını dəyişmək üçün. James Clear nə deyir? Kiçik dəyişikliklər böyük nəticələr doğurur. İş həyatın gündəlikdir də. Gündəlik yaşayırsan sən əslində. Amma bu şüuraltı olaraq biz deyirik onu. Gündəlik sanki yaşamırıq. Toya və yaxud hər hansı tədbirə də məcburiyyətdən sanki gedirik. Və ora gedərkən heç olmasa orada qəşəng görsənək düşüncəsi var ki, bunu valı dəyişmək lazımdır. Mütləq Mən gündəliyi yaşamalıyam. Mən həyat yoldaşımın da qarşısında, mən övladlarımın da qarşısında və ondan sonra iş yerimdə də, dostlarımın da yanında mən qəşəng görsəm. Bir kult halına gətirməliyik bu düşüncəni mən düşünürəm ki, çünki istər-istəməz evdə bir sənin bir varlığın bir sübut olunub zaten bu və sən öz uşaqlarına da deyim və ya qardaşın uşağına, xala qızına fərq eləmir də, bu yaxşı geyinməyi sən ötürməlisən. Bu bir kult halına gəlməlidir. Çünki biz daha çox indi qeyd etdiyim kimi gündəliyi saymırıq. Amma daha çox elə özəl gün üçün özümüzü adapte edirik. Elə bir şey olmamalıdır düşünürəm. Ümumiyyətlə burada çətinlik çəkilən proses var. Yəni ki, bu geyimin axtarılması, hansı geyimdən alın, orada gedib soyunub geyinmək hansı mənə uyğundur, deyil. Sonra içində yəni o getdiyi dükandakı məhsullar necə olacaq, keyfiyyətlidir, keyfiyyətsizdir. Orada danışılan yalanlar dükanlarda. Onsuz da bu çətinlik çəkir bu geyinməyə almağa. Bir də bu üzərinə qiymətdəmi aldıracaqlar, keyfiyyətdəmi aldıracaqlar. Yəni 1000 dənə şey var, necə deyirlər, bariyerlər var. Dükana girməmək üçün, dükana girməmək üçün. Onun ürəyindən 1000 dənə bariyer var. Ki bəzən bir çox hətta dükanların qarşısından keçəndə belə baxırsan ki, bəlkə satıcı məni gözləyir, orada məsələn də belə qəşəng bir elə təbəssümlə məsələn satıcı gözləyir, amma görürsən ki, o satıcı ya telefonda oynayır, ya sənə elə baxışla belə baxır ki, yəni buralar mənlik idi. Ha bu küçə mənlik idi də, yəni və sən burada nə işin var? Yəni o baxışı var. Xof salıb səndə də. Yəni mən elə düz eləyirəm, bura girmirəm. Avtomatik gedir, ay kişi, gedim salamat elə evdə olan bir şey geyinərəm. Çayla qəlyan. Pulunu verirəm. O pulunu xərcləyirəm daha yaxşı. Bunlar çətinliklərdir, bir çox digər başqa çətinliklər kimi. Yəni bir də mən bunu ilə niyə həlləşim ki? Yəni bir dənə sual. Bunu necə bu məsələni necə həll etmək olar? Bu məsələni mən düşünürəm həlli özüm yəni dediyim kimi sahəyə yaxın olduğum üçün, içində olduğum üçün. Məsələn 17 dənə saydım. 27 dənəsini saymamışam hələ. Empati məsələsi də bu işin içinə girməlidir. Niyə? Yəni biz həmişə öz gözümüzdən baxmağa çalışırıq. Biz satan adam gözündən baxmağa çalışırıq. Müştəri gözündən baxmağa çalışmaq lazımdır. Bir ikisini deyim də bu bir-birinə bağlı, zəncirvarı bağlıdır. Yavaş-yavaş danışacağıq, yəni fərqli. Vaxtımız çoxdur. Sağ olsun dostlar bizə qulaq asırlar, izləyirlər. Kanala abunə olun, bəyənin, like edin zəhmət olmasa. Düşünürəm burada zəncirvarı bir-birinə məsələ bağlıdır. Çox. Cəmiyyətdə onsuz da çox adamlar öz peşəsini sevmədən o işlə məşğuldur. Ümumiyyətlə buna peşə kimi baxılırmı? Baxılırmı məsələsi var. Adam var ki, əlində 5-10 manat pul düşüb, nə edim, nə iş görüm, bir məsləyi yox, bərbər deyil, maşın ustası deyil, misal üçün bir peşənin yiyəsi deyil. Gəl özümə paltar dükanı açım, kişi paltarı işləyək. O adam bu işə peşə kimi baxa bilməz. Allah rəhmət eləsin. Tamam açdım da, amma əlavə yiyələnmir də. Gördüyün işi elə gözəl bir şəkildə elə gör, elə təqdim et. Öyrən də bu satdığın məhsul nədir? Yox, marağında deyil axı onun. Sən dəyərlisən, sənin gələn müştərin də dəyərlidir və burada pul dönəcəkdir. Yəni onun hər hansısa bir X müştərinin gələcəyi puldan sən ailə və uşaqlara pul aparacaqsan. O hələ o düşüncədə deyil. O orada danışdığın, göstərdiyin xamlıq, orada göstərdiyin məsuliyyətsizlik, orada danışdığın və ciddiyə almadığın yalanlar və s. ilahı sonucda sənin işinə, ümumən yəni həyatına təsir edir. Əlbəttə, yəni bu iş onsuz da çətin işdir. Yəni buna qıraqdan belə göz ucu baxıb bu işə başlamaq satış prosesi özü çox çətindir. İnsanla münasibət qurmaq və ona nəsə bir şeyi bəyəndirmək. Bəli. Mən digər məsələləri saymıram. Network məsələn, onu saymıram. Yəni bir müştəri bazasını falan onu saymıram. O
ayrı bir mövzudur. Amma ümumiyyətlə işə sevgisi olmadığından gələn müştəriyə də o şeylə baxmır da, o gözlə baxmağa çalışmır ki, bu adam Bu günümü yola verir. bu günümü ötüşdürür, mən satım 10 manatım, 20 manatım qazanım. Amma gündəlik sabaha Allah 5 manat istəyirəm. O şərtsiz. Biz ümumiyyətlə bir işə yatırım ediriksə, biz uzun vadəli, uzun müddətli düşünmürük də bunu. Elə hop qoydum, hop götürmə məsələsində, aldım, qoy satdım, qoy olsun, tez bazar məsələsi olsun. O biraz bizim kimi ölkələrdə biraz çətin məsələ. Qozu alıb satmağın özü də, yəni ki, eyni. Düşünürəm etik normalara riayət etmək lazımdır. Sevmək lazımdır. İşini sevmədiyi üçün də, bu işi sevmədiyi üçün də parçanı araşdırmır, əlavə tutaq misal üçün yenilib axtarmır, düzgün kombinləşdirmə olunmur. Söhbətin bu yerində müdaxilə eləmək istəyirəm ki, sevgi məsələsi gözəl, xub. Amma sevgiyə hələ girmir. Sevgi çünki Tamam. başqa bir mərhələdir. Məcburiyyət var. Okay. Qoz satırsan, pomidor satırsan, paltar satırsan, fərq etməz. Düşüncə, mən buradan pul qazanacağam. Mən buradan pul qazanacağam. Nə iş olmağından? Daha duygusal olması üçün ailəmi dolandıracağam məsələsi var. Səmimi ol, səmimi ol və bu pulu aparacağam evdəkilərə. Ki zaten biz nədən başlamışdıq? Sən məsuliyyət hissi, sənin məsuliyyətin səni çölə atıb da, belə deyək. Yəni sən çöldə işləməlisən, nəsə bir şey düşünməlisən. Kişilik hissəsində var da. Hə, evə bir şey gətirməlisən, pul gətirməlisən. O pulun o təmizliyi də belə deyək, o pulun gözəlliyi, oradakı bərəkət sənin nə satmağından asılı deyil. Yəni ümumən də sənin işə necə yanaşmağından asılıdır. Məcburiyyət, məcbur elə, amma etik qaydalara əməl et. Mənən o işdən həzz almalısan. O sənə sevgi gətirməlidir, amma. Mən sənə minimal şey deyirəm ki, yəni minimalda sən dürüst ol, yəni özünə qarşı dürüst ol, ailənə qarşı dürüst ol. Hansı məsuliyyətlə yola çıxdığının fərqində ol ki, qarşı tərəf də yəni sənin müştərilər də yəni 500 manatı istəyirsən gündəlik. 300, 500, 50 fərq etməz. Onu sənə verən kimdir? O hardan gələcək? Onu haqq etmək lazımdır. Onu tutmaq lazımdır. Məsələ odur. Mən onu demək çalışıram. Mütəmadili düşünmürəm bu işdə. Bir əvvələ qayıdıram yenə. Yəni bura misal üçün mən 100.000 pul yatırmışam. Mən bu məbləği 3 aya çıxartmaq istəyirəm də. Bizim həm Azərbaycan şərtlərində bu bir real görsənmir. Amma biz həm də toplum olaraq bu düşüncəni gəlsək ki, elə hop qoyub götürək. Çox əziyyət çəkmək istəmirik, baza toplamaq istəmirik, işi öyrənmək daha istəmirik. Uzun vadəli düşünmürük, uzun müddətli düşünmürük. Belə deyək, bir 20 ilə yaxındır hadisə bu sahənin içərisindəyəm. Bundan belə olan nəsildə düşünürəm ki, onlar daha düşüncəli olacaqlar. Ən azından elə görsənirlər deyə bilirəm də. Yəni məlumat almağa çalışır. Son dövrlərdə istərsiniz bu haqda çox məlumat həm də yetərincə bizim dostlarımız var ki, bizdən böyük adamlar da var ki, buna təşviq edir insanları ki, məhsulu satışla bağlı təlimlər verilir, danışılır, parçalar zaten onsuz da internet var, axtarış məsələsi var. Satış tamam ayrı bir dünyadır, yəni. Onu o ancaq onu deməklə olmur, biraz praktikanın içində olub yetişməlisən. Yəni bəzən təlimlər falan verilir, falan cür belə olur. O inanın ki, yəni o işin içində olmayanda o insanlı an məsələsi var da, o endirim də an məsələsidir, almaq da an məsələsidir. Biraz şirinlik qatanda, biraz söhbət eləyəndə, onu başa düşəndə müştəri və alıcı bir-birini, daha doğrusu alıcı və satıcı bir-birini başa düşəndə, empati quranda bir-birinə qarşı. Orada həzz olur, sevgi olur və qarşılıqlı anlayış olduğu üçün pulda da bir endirim olunur, alış-veriş zamanı endirim olunur və orada bir səmimiyyət, bir dostluq, yoldaşlıq əmələ gəlir. Şimdi sanki bərəkəti artır. Bəli, əhval da dəyişir. Ömrü də uzadır. Bəli. Sənin də əhvalın yaxşı olur. Əvəzində bazı biz olur və həmin o yoldaşın, dostun, müştərinin başqa bir dostu gətirmə ehtimalı da çoxalır. Sən onda çünki o etimadı, o etibarı ona verirsən, öz danışığınla. Misal çay da ona bir qonaq etsən, bir dənə çay içər, söhbət eləyək. Bu şəkildə mən görmüşəm ən azından. Belə bir təcrübəm var. Onu da edirsən və indiyə qədər ki, heç vaxt onun mən əks tərəfini görməmişəm. Əksinə, xoş münasibətin, sənə xoşluq. Gözəl münasibət hər zaman gözəldir. Bəli, bu meranqdır, bu sənə gətirib çıxarır. Bugün kişilər niyə yaxşı geyinmir, niyə bu işdə çətinlik çəkirlər və yaxud bunu necə yaxşılaşdırmaq olar barədə danışdıq. Dostlar, siz də bu haqda kommentlərinizi əskik etməyin, öz fikirlərinizi bildirin, zəhmət olmasa. Növbəti videomuz isə inşallah necə geyinməlidir üzərində olacaq. Dostlar, izləmədə qalın. Kanalımıza abunə olun, zəhmət olmasa. Çox sağ olun. Salamat qalın.